Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 4-cü sinif KSG 5 variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Mirzə Qədim İrəvani hansı əsəri Ermitajda saxlanılırdı? Ermitaj muzeyi harada yerləşirdi? Sankt-Peterburqda. Mahdərət xanım Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Rəqqasi əsəri Azərbaycan Dövlət İncəsənət Muzeyində. Ancaq Çiçəklər və Quşlar əsəri isə Ermitajda saxlanılır. Mirzə Qədim İrəvani hansı sahədə fəaliyyət göstərmişdi? Ornament və nəqqaşçı usta Mir Mövsüm Nəvvab deyildi. Mirzə Qədim İrəvani deyildi. Burada cavab olacaq nə? Usta Qəmbər Qarabağı. Nəqqaş və portret isə Mirzə Qədim İrəvanidir. Ancaq xəttat isə Mir Mövsüm Nəvvabdır. Üçüncü sual. Təmtəraq dəbdəbə deməkdir. Nöqtələrin yerinə hansı söz uyğun gəlir? Kollur rənc uyğunluğu deməkdir. Büsat isə təmtəraq dəbdəbə deməkdir. Sələfi isə özündən əvvəlki deməkdir. Dördüncü sual. Milli üslubla divar rəsminin ən gözəl nümunələrini yaradan sənətkar kim olmuşdur? Mirzə Qədim İrəvani, Usta Qəmbər Qarabağı, Mir Mövsüm Nəvvab. Mir Mövsüm Nəvvab dedik ki, xəttat, şair, musiqişünas olmuşdur. Mirzə Qədim İrəvani isə nəqqaş və portretçi rəssam idi. Burada cavab olacaq B variantı Usta Qəmbər Qarabağı. Xan sarayının divarlarını hansı naxışlar bəzəyirdi? Nəbati ornament, ov və hərb səhnələri, həndəsi ornament. Xan sarayının divar naxışlarını Usta Qəmbər Qarabağı işləmişdir və ov və hərb səhnələrindən istifadə etmişdir. 6-cı sual. Bədii yazı sənəti ilə məşğul olan rəssam nə adlanırdı? Xəttat, musiqişünas, nəqqaş. Burada cavab olacaq xəttat. Xəttat kim olmuşdur? Bədii yazı sənəti ilə məşğul olan insan rəssama deyilirdi. Hansı əsər Mir Mövsüm Nəvvaba aiddir? Molla Mirzə Qədim İrəvani əsəridir. Əmir Teymurun portreti Mir Mövsüm Nəvvabın əsəridir. Qız qalası isə Toğrul Nərimanbəyovun əsəridir. Hansı əsər Toğrul Nərimanbəyovun əsəri deyil? Çiçəklər əsəri Köhnə Çınar Toğrul Nərimanbəyovun əsəridir. Ancaq Axşam əsəri isə Maral Rəhmanzadənin əsəridir. C variantı. Ömər Eldarov Məhəmməd Füzuli heykəlini kimlə birlikdə yaratdı? İbrahim Zeynalov, Cəlal Qaraqlı, Tokay Məmmədov. Məhəmməd Füzulinin Ömər Eldarov və Tokay Məmmədov yaratmışdır. C variantı. 10-cu sual. Hansı əsər Mir Mövsüm Nəvvaba aid deyil? Dərviş Nurəli Şah doğrudur, Əbdürrəhman Cami doğrudur. Gənc oğlan Mirzə Qədim İrəvani əsəridir, yəni yanlışdır. Hansı əsər Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılırdı? Mahdərət xanım Gürcüstanda saxlanılırdı. Gənc qadın portreti Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Ancaq Çiçəklər və Quşlar isə Sankt-Peterburqdakı Ermitaj Muzeyində sərgilənirdi. Hansı əsər Mirzə Qədim İrəvaniyə aid deyil? Dərviş rəqqasə doğrudur. Dərviş Nurəli Şah isə Mir Mövsüm Nəvvabın əsəridir. Nəqqaş və portret ustası kim olmuşdur? Həmin rəssamın əsərini tapın. Nəqqaş və portretçi usta Mirzə Qədim İrəvani olmuşdur. Mirzə Qədim İrəvani əsəri hansıdır? Fətəli Şah Qacar. Qız qalası Toğrul Nərimanbəyov. Novruzə hazırlığı isə Elmira Şaxtantinskaya. Rusiyada yerləşən muzey hansıdır? Topqapı Türkiyədə yerləşir. Luvr Parisdə yerləşir. Ermitaj isə Rusiyada yerləşirdi. 14-cü sual. Toğrul Nərimanbəyovun əsərlərini sadala. Qız qalası, Köhnə Çınar, Xurcunla Nar, Nar və Armud, başqa Göyçay bağlarında kimi əsərləri var. 15-ci sual. Monumental sözünün mənası nədir? Monumental əzəmətli, möhtəşəm deməkdir. Yəni böyük əzəmətli heykəlləri deyilirdi. 16-cı sual. Nar mövzusunda rəsm yarat. A variantı bu qədər. İndi isə B variantına keçid edək. B variantı birinci sual. Abbas Mirzənin monumental portretləri hansı boyu ilə çəkilmişdir? Abbas Mirzənin monumental portretlərini kim çəkmişdir? Mirzə Qədim İrəvani nə ilə çəkmişdir? Yağlı boya texnikasında istifadə etmişdir. Hansı əsər Gürcüstan Dövlət Muzeyində saxlanılırdı? Çiçəklər və Quşlar Ermitajda saxlanılırdı. Qız qalası Toğrul Nərimanbəyovun əsəridir. Mahdərət xanımı isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılırdı. Dərgah rəngçalığının əsasını qoyan sənətkar kim olmuşdur? Dərgah rəngçalığı nə deməkdir? Rəssam dərgahını, yəni molbertdə, çatanda işlənən əsərlərdir və əsasını kim qoymuşdur? Mirzə Qədim İrəvani. Hansı rəssam ilk təhsilini Ruhani məktəbində almışdır? İlk dəfə Ruhani məktəbində təhsilini alan rəssam Mir Mövsüm Nəvvab olmuşdur.
Hansı əsər Toğrul Nərimanbəyova aiddir? Xurşud Bayını Naytəvan, Nar və Armud, Əmir Teymur. Əmir Teymur Mir Mövsüm Nəvabın əsəridir. Nar və Armudu isə Toğrul Nərimanbəyov. Toğrul Nərimanbəyov daha çox nar mövzusunda əsərlər yaratmışdır. Xurşud Bayını Naytəvan heykəlini isə Ömər Eldarov. 6-cı sual. Heykəltaraşlıq nə deməkdir? Heykəltaraşlıq bərk materialdan yaradılan təsvirə deyilirdi və 2 növə bölünürdü. Dəyirmi və relyef. Bir çox teatr səhnələrinin müəllifi kim olmuşdur? Həmin rəssamın əsərini tapın. Bir çox teatr səhnələrinin müəllifi Toğrul Nərimanbəyovdur. Onun da əsəri hansıdır? Bakıda Bahar. Molla Mirzə Qədim İrəvani əsəridir. Dağlarda isə Qafar Seyfullayevin. 8-ci sual. Mir Mövsüm Nəvabın peşəsi nədir? Ornament ustası, nəqqaş, musiqişünas. Mir Mövsüm Nəvab xəttat, musiqişünas olmuşdur. Cavab olacaq C variantı. Nəqqaş isə kim olmuşdur? Mirzə Qədim İrəvani və Usta Qəmbər Qarabağı. Ornament ustası da Usta Qəmbər Qarabağ olmuşdur. Nəvab evini və dərs etdiyi məktəbin divarlarını hansı təsvirlə bəzəyirdi? Heyvan təsviri, quş və çiçək, həndəsi, ornament. Nəvab evini və dərs etdiyi məktəbin divarlarını quş və çiçək təsvirləri ilə bəzəmişdir. B variantı. İri həcmli memarlıq tikililəri ilə sıx bağlı olan rəngçalıq əsəri nə adlanırdı? Freska. Freska nəm suvaq üzərində çəkilən boyalarla təsvir olunmuş deməli texnikadır. Mozaik isə xırda daşlardan parçalardan istifadə olunan təsvirdir. Monumental rəngçalığı isə iri həcmli memarlıq tikililəri ilə sıx bağlıdır. Hansı əsər Mirzə Qədim İrəvaniyə aiddir? Qız qalası Toğrul Nərimanbəyov. Süvari Mirzə Qədim İrəvani. Sibil isə Sakit Məmmədov. İnsanın sinəyə qədər olan təsviri nə adlanırdı? Natürmort cansız əşyaların təsviridir. Mənzərə isə təbiət, portret isə insanın sinəyə qədər olan təsviridir. 13-cü sual. Ornamentin neçə növü var? Ornamentin 3 növü var. Hansılardır? Həndəsi, nəbati və zoomorf. B variantı. 14-cü sual. Kolorit sözünün mənası nədir? Kolorit rənc uyğunluğu, rənc və rənc uyğunluğu adlanırdı. 15-ci sual. Büsat sözünün mənası nədir? Büsat təmtəraq, dəbdəbə deməkdir. 16-cı sual. Nar mövzusunda rəsm çəkin. Deməli, bu da 10 ballıq sualdır. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.